Burada İskəndəri çox yerdən ucuz verirlər. Hər gün qarşısından minlərlə insan keçir. Amma çoxlarının içəridəki ləzzətdən xəbəri yoxdur. Yasamalda yaşayıb buranı tanımırsınızsa diqqətlə baxın. Sizə nəinki Yasamalın, bəlkə də Bakının ən dadlı dönər məkanlarından birini göstərirəm. Məkanın adı elə hər şeydən xəbər verir. Deyilənə görə İskəndər dönərini burada yesəz, elə bil Bursaya gedib orada yemiş qədər varsınız. Ukrayna əti deyil, Monqol əti deyil, yerli ətdir. Öz sexlərində şişə vurulur. Resepturası da özlərinə məxsusdur. Heç kimə də demirlər sirrini. Digər fərq dönərin porsiyasıdır. Və burada fikir verin, porsiyalar qabdan kənara çıxır, qapaqdan kənara çıxır. Bu məkanda qatığı İskəndərin içində yox, kənarında verirlər. Çox yerdə qatığı bunun içinə tökürlər, qabın içinə. O da porsiyanın yarısını tutur axı. Amma burada başdan ayağa qab ətdən ibarətdir. Fikir ver. Ətin dadı sözlə ifadə edilməyəcək qədər gözəldir. Əminliklə deyirəm ki, bunu bəyənməmək mümkün deyil. Dediklərinə görə hər kəsə belə verirlər. Və ən əsası qiymət fərqi. Bu küçədə 15.50, 16, 17, hətta 18 manata da satılır. Amma bəlkə də ən ucuzunu burada verirlər 14.50-yə. İçinin kərə yağı ürəyi vuracaq qədər çox deyil. Ətin dadı damaqda qalır. Yolunuz düşsə mütləq yoxlayın. Bir də burada xüsusi İskəndər növü də var. İçi pulovlu, üstü qarışıq kabablı, çox doyumlu bir nemətdir. Qiyməti 29 manatdır. 2 nəfərə artıqlaması ilə bəs eləyər. İskəndər Elmlər Akademiyası metro stansiyasından aşağıda, Ədliyyə Nazirliyinin arxasındakı küçədə yerləşir. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.